Elhamdülillahi bari'in nesem ve muhyir rimem ve vahibin ni'am ve dafi'in nikam. Ahata bi kulli şeyin ilmen ve ahsa kulli şeyin adada. Vessalatu vesselamu alen nebiyyil ummiyyillezî inzâhatel zulmetu bi ba'setih ve temmetin ni'metu bi risaletih ve istenâretil basâiru bi risaletih. Sallallahu aleyhi ve ala âlihi ve sahbihi ve selleme teslimen kethiren ila yevmiddin. Amma ba'du, esselamu aleykum və rahmetullahi və bərəkət. Şək yoxdur ki, fiqh elmi ən mühüm elmlərdəndir. İnsanın onu təhsil etməsi ən əfzəl və ən pak əməllərdən sayılır. O elə bir elmdir ki, insanlar ona daimən ehtiyac duyurlar. Əgər bir elmin şərəfi onun nə haqqında danışması ilə ölçülərsə, o zaman fiqh elmi artıq böyük bir şərəfə sahib olmuşdur. Çünki o, insanların əməlləri ilə əlaqəli olan şərii əhkamların öyrənməsindən danışır. Elə bu xüsusda da İbnül Cəvzi rahimehullah buyurmuşdur ki, hər hansı bir şeyin fəzilətli olmasını bilmək üçün onun səmərəsinə baxmaq lazımdır. Kim fiqh elminin verdiyi səmərəyə baxsa, bilər ki, həqiqətən də o, ən fəzilətli elmlərdən biri sayılır. Saydul Xatır kitabı 53-cü səhifə. Məsələ buna görə də böyük imam, mühəddis, fəqih İbn Qudamə rahimehullahın Ümdətül Fiqh kitabının qiraətini oxumağa qərar verdik. İlk öncə kitab haqqında məlumat verək. Kitabın adından başlayaraq. Kitabın adı nədir? Ümdətül Fiqh. İki hissədən ibarətdir. Ümdə və fiqh. Ümdə, qardaşlar, bir şeyin əsası, təməli, kökü mənasındadır. Bir şeyin əsasını təşkil edən, kökünü təşkil edən bir şey nə deyirlər? Ümdə deyirlər. Deməli, bu bizə nədən xəbər verir? Bu kitab nədən danışırsa, danışdığı həmən o elmin, həmən o şeyin təməlini təşkil edir. Bunu anladıq. Ümdətül fiqhi, fiqhin əsası. Tərcümə etsək, kitabın adı belə olacaq. Fiqhin əsası. Əsas nədir, başa düşdük? Fiqh nədir, qardaşlar? Fiqh dedikdə, fiqh kəlməsinin həm lüğəti mənası var, həm də nə var? İstilahi mənası var. Lüğəti məna deyərkən nə nəzər tutulur? Yəni, fiqh kəlməsinin dildəki mənası. Fiqhin lüğəti mənasını ən bəsit şəkildə belə ifadə edə bilərsən. Səndən soruşsalar ki, fiqhin mənası nədir? Deyirsən ki, fiqhin mənası fəhm, başa düşmək. Lüğəti mənada budur. Həqiqətən də fiqh kəlməsinin mənası nədir? Fiqh, yəni fəhmun, fəhm, başa düşmək mənasındadır. Lakin bu lüğəti mənadakı onun terminini daha dəqiqliyinə getsək, daha incəliyinə getsək, bu cür deyəcəyik. Fiqh lüğəti mənada incə, dəqiq, düşünülməsi və başa düşülməsi çətin olan şeyləri fəhm etməyə, anlamağa deyilir. İndi fikir verin, qardaşlar. Ərəb dili alimləri buyururlar ki, əgər iki kəlmə arasında tərkib hissədə fərq varsa, onları bir-birindən ayıran incə bir fərq də olmalıdır. Fikir verin. Dedik ki, kimsə səndən soruşsa ki, fiqh kəlməsinin mənası nədir? Çox asanlıqla deyə bilərsən ki, fiqh kəlmənin mənası nədir? Fəhmun, başa düşmək mənasıdır. Lakin fikir verin, fəhm kəlməsi ilə fiqh kəlməsi bir-birindən tərkib baxımından fərqlənir. Fiqhun, fə, hə, qaf. Bunun özünün ayrı bir tərkib hissəsi var. Yəni, hərfləri fərqlidir. Fəhmun, fə, hə, mim. Bunun da tərkib hissəsi bunun tərkib hissəsindən fərqlənir. Ona görə də ərəb dili uzmanları, alimləri buyururlar ki, tərkib hissədə fərq varsa, nə var? Mənada da fərq var. Ona görə fiqh kəlməsi fəhm mənasındadır, amma fəhm mənasından daha dəqiq, daha dərin mənadadır. Yəni, fəhm kəlməsinin mənasına fiqh kəlməsinin mənasını verə bilmərik. Çünki fiqh kəlməsinin lüğətdəki mənası nə dedik? İncə, dəqiq, düşünülməsi,
və başa düşülməsi çətin olan şeyləri fəhm etməyə, anlamağa deyilir fiqh kəlməsi. Lakin fəhmi də bu terminlə lüğətdə adlandıra bilərik, xeyr adlandıra bilmərik. Ona görə fiqh fəhmdən fərqli olaraq daha dərin, daha qabarıq nəyi var? Mənası var. Fiqhin lüğəti mənasını götürdük. Yaxşı, istilahi mənada fiqh nədir? İstilahi mənada fiqh deyərkən, yəni hansı elmdən danışırıqsa, fiqhin oradakı mənası. Bizim danışdığımız elm nədir? İbadətlər haqqında, halal və haram haqqında, muamələtlər haqqında, ticarət və s. işlərin hökmündən danışan şəriət elmindən danışırıq. Fiqhin istilahi mənası dedikdə, yəni bu elmdəki mənası, lap belə bəsit, loğru dildə desək, yəni fiqhin fiqh elmindəki mənası. Fiqhin fiqh elmindəki mənası nədir? Yəni istilahi mənası nədir? İstilahi mənası odur ki, şəriətin təfsilatlı dəlillərindən çıxarılan əməli hökmləri bilməyə deyilir. Fiqhin istilahi mənası şəriətin təfsilatlı dəlillərindən çıxarılan əməli hökmləri bilməyə deyilir. Təbii ki, bu termini bir balaca izah etmək ehtiyacı var. Yəni deyilikdə ki, şəriətin təfsilatlı dəlilləri nəzərdə tutulan nədir? Yəni Qur'andan, sünnətdən, icmadan və qiyas yolu ilə çıxarılan dəlillər. Çünki biz bilirik ki, dəlilin 4 dənə mənbəsi var. Şəriət dəlilinin 4 dənə mənbəsi var. Allahın kitabı, Rasulullah sallallahu aleyhi ve sellemin sünnəti, qiyas və bir də icma. Ona görə də şəriətin təfsilatlı dəlilləri dedikdə, həmin bu termindəki nəzərdə tutulan kitabdan, sünnətdən, qiyasdan və icmadan çıxarılan dəlillər. Əməli hökmlər deyildikdə, əməli hökmlər nədir? Yəni burada etiqad məsələləri qırağa qoyulur, etiqad məsələləri aid edilmir. Əməli hökmlər deyərkən əməllərlə bağlı məsələlər nəzərdə tutulur. Namaz, oruz, zəkat, həc, halal, haram məsələləri, muamələtlər, ticari muamələtlər və s. və ilaxır. Fiqhin islahi mənada götürdüyümüz termininin izahı, qısa izahı budur. Bir daha da təkrarlayaq, islahi mənasını fiqhin şəriətin təfsilatlı dəlillərindən çıxarılan əməli hökmləri bilməyə deyilir. Fiqhin islahi mənası. Kitabın adı ilə tanış olduq. Ümdətül Fiqh. Kitabın şərhinə gəldikdə isə bu kitabın bir çox şərhləri var. Elə bu kitabın ən birinci şərhçisi müəllifin tələbəsi Bəhəuddin Əl-Məqdisidir. Bəhəuddin Əl-Məqdisi. Bu kitabın məşhur şərhçilərindən biri kimdir? Şeyxülislam İbn Teymiyyə rahimehullah. Bəli, Şeyxülislam İbn Teymiyyə rahimehullah bu kitabı şərh edib, lakin kitabın hamısını deyil, bəzi bablarını şərh edib və müəllifdən sonra bir neçə böyük elm adamları da şərh edib və günümüzün müasir şeyxləri də, alimləri də, müasir sələfi şeyxlərimiz də bu kitabı şərh edib. Məsəl üçün, Şeyx Abdüləziz Racihi şərh edib bu kitabı. Çox möhtəşəm bir şərhdir, oxunulmasını tövsiyə edirəm. Həmçinin Şeyx Salih Fovzan da bu kitabı şərh edib. Və həmçinin bu kitabı şərh edən müasir alimlər arasında da Abdüləziz Cibrin rahimehullah da bu kitabı şərh edib. Məhz elə müasir şərhlər arasında da ən mötəbər şərh onun şərhi sayılır. Abdüləziz Əl-Cibrinin şərhi. Nəyə görə? Çünki orada şərh əsnasında 900 fiqhlə əlaqəli 920 dənə fiqhi məsələ zikr edib. Müasir fiqhi məsələ zikr edib. Və biz də hamımız bilirik ki, fiqh elə bir elmdir ki, o yenilənir. Yəni, hər bir zamana, məkana uyğun olur. Ona görə də biz fiqhdən danışdıqda müasir zamanla əlaqəli olan fiqhi şəriət əhkamlarını bilməyimizə ehtiyac var. Məhz ona görə də həmin şərh daha üstün şərh sayılır, daha müasir, mötəbər bir şərh sayılır. Kitabın müəllifinə gəldikdə isə məşhurdur, hamınız tanıyırsınız. Böyük fəqih, mühəddis, imam, imamətinə, imanına, təqvasına etibar edilən bir şəxsdir.
Adı Muvaffəquddin Əbu Muhammed Abdullah bin Əhməd Əl-Məqdisi rahimehullah və Məqdisilər ailəsinə mənsubdur. Bu böyük bir ailədir. Ata, baba, əmi, xala uşaqları, bibi uşaqları hamısı mötəbər elm adamlarıdır. Müəllif 541-ci ildə indiki mübarək Fələstin torpağında Cəmməil deyilən yerdə anadan olub, 620-ci ildə isə müəllif rahimehullah Dəməşq şəhərində, Suriyada vəfat edib. Deməli, alimlərin onun haqqında dediyi çox gözəl sözlər var və bilmək lazımdır ki, müəllif öz yazdığı, müəllifin bir çox kitabları var, bir çox faydalı kitabları var. Fiqhi elmlərdə olmaqla yanaşı, əqidə elmlərində də müəllifin çox mühüm kitabları var və müəllif əqidə kitablarını yazmaqda nə ilə seçilir? Müəllifin bir neçə kitabı var, təxminən 10-a qədər, sayı 10-a qədər olan mötəbər etiqad kitabları var, etiqad mövzusunda və rəddiyələrdir və o rəddiyələrin də hamısı əhl-i kəlama, əş'ari və maturidilərə yönəlmiş rəddiyələrdir və orada onların batil bir firqə, batil bir əqidə, batil bir inanc sahibi olduqlarını bildirir və onları əhl-i sünnət dairəsindən çıxdıqlarını bildirir. Və bu ilə yanaşı da çox mötəbər fiqhi kitabları da var. Riqaq mövzusunda da, yəni qəlb əməlləri ilə əlaqəli mövzularda da müəllifin çox mötəbər kitabları var və haqqında bir çox elm əhlinin, böyük elm əhlinin gözəl sözləri, sənaları var. Lakin onların hamısını demək dərsimizin formatını böyüdər və iki mühüm elm əhlinin sözü ilə kifayətlənirik. Şeyxülislam İbn Teymiyyə rahimehullah onun haqqında buyurub ki, İbn Qudama haqqında buyurub ki, Əvzaidən sonra Şama İbn Qudamadan daha fəqih birisi daxil olmamışdı. İbn Qeym rahimehullah isə deyir ki, İbn Qudama İslamın şeyxi, bütün taifələr yanında məqbul, hörmət və təzim edilən və imamətinə etibar edilən, təqvasına, imanına etibar edilən mötəbər bir elm əhli idi. Bu kitabı şərh edərkən, təbii ki, bu dərsimiz bizim girişdir, yəni bu elmə girişdir, kitaba girişdir. Şərh edərkən tutacağımız mənhəc, tutacağımız yol, şərhdəki yolumuz, mənhəcimiz nədir? İlk öncə kitabı şərh edərkən kitabdan şərh edəcəyimiz mətni götürürük. O mətin hansı həcmdədirsə, o mətnin hamısını götürürük və sonra o mətni hissə-hissə şərh edirik. Məsələn, fərz edək ki, birinci təharət babını götürürük. Təharət babında da misal üçün müəllif 2 vərəqdən ibarət olaraq bir şey danışıb. O 2 vərəqin hamısını götürürük, sonra onu hissə-hissə, abzaz, fikir nə edirik? Şərh edirik. Bu bir. İkincisi, kitabdakı fikri məsələlərə gəldikdə, əksəriyyətində müəllifin rəyinin üzərində dayanacaq. Yəni, müəllif rahimehullah bu kitabda hansı fikri məsələlərdən danışıbsa, nələri qeyd edibsə, %90% müəllifin fikrindən qırağa çıxmayacaq. Müəllifin dediyini deyəcək. Nadirən ola bilər ki, müəllifin dediyindən qırağa çıxıb cümhurun rəyini götürək və yaxud da ki, məzhəbdə, İmam Əhməd rahimehullahın məzhəbində, Həmbəli məzhəbində, onu da qeyd edim ki, yəni ola bilsin əvvəldə yadından çıxdı, bu kitab bəllidir, İbn Qudama rahimehullah kimdir? Həmbəlidir. Və bu kitabda İmam Əhməd rahimehullahın məzhəbini təmsil edən ən mötəbər kitablardan biri sayılır, qardaşlar. İmam Əhməd rahimehullahın məzhəbini, Həmbəli məzhəbini təmsil edən ən mühüm kitablardan biri sayılır. Ona görə biz şərhdə çalışacağıq ki, müəllifin fikirlərindən qırağa çıxmayaq, lakin çox az bir sayda ola bilər ki, cümhurun rəyini götürək hər hansı bir məsələdə və yaxud da ki, müəllifin özünün başqa kitabda dediyini zikr edək və yaxud da ki, məzhəbdə İmam Əhməd rahimehullahın məzhəbində, Həmbəli məzhəbində daha mötəbər bir rəy varsa, onu qeyd edək. Lakin dediyimiz kimi, bu çox nadir olacaq. Bu iki. Üçüncü. Deməli, dedik ki, kitabdakı mətndən böyük bir hissəni götürəcəyik. Yəni,
mətn nə boydadırsa, o mətnin hamısını götürəcəyik, sonra onu hissə-hissə şərh edəcəyik. Və mətn bitdikdən sonra, mətni tam şərh etdikdən sonra deyək ki, məsələn, birinci bab. Birinci bab nədir? Təharət babı, təharət kitabı. Təharət kitabı 2 vərəqdən ibarətdir. O 2 vərəqi ola bilsin biz bitirdik 2 dərsə, 3 dərsə şərh elədik, təharət babını bitirdik. Təharət babı bitdikdən sonra təharət babı ilə əlaqəli test şəklində suallar veriləcək. Bu nəyə xidmət edir? Bu sənə nəyə kömək edəcək? Sən dərsə qulaq asarkən, deyək ki, təharət babının hamısını qulaq astın. Təharət babı 2-3 dərsdən ibarət idi. 2-3 dərsdən sonra sənə test şəklində təharət babı ilə əlaqəli suallar verilir. Ola bilsin, sən o sualların 50%-ni bilmədin. Demək ki, sən bu 3 qulaq astığın dərsə elə də faydalanmamısan. Mühüm bir məsələlər səni ötüb keçib. Bir növ imtahan rolu oynayacaq. Özün özünə imtahan vermiş olacaqsan, özün özündə təyin edə biləcəksən ki, həqiqətən də sən bu qulaq astığın 2 dərsdirmi, 3 dərsdirmi bu təharət babından faydalanmısan, yoxsa faydalanmamısan. Dediyim kimi, mətn tam qutarandan sonra, deyək ki, bir dənə babı götürdük, o babı 2, 3, 4 dərsə misal üçün şərh etdik, 4 dərsdən sonra həmin babla əlaqəli test şəklində suallar veriləcək. Test şəklində suallar veriləcək deyərkən, bu həm də bir növ ev tapşırığı kimi rol oynayır. Təbii ki, biz bu adını ev tapşırığı qoysaq da belə, bu o mənada deyil ki, sonra o ev tapşırığını təhvil alaq. Buna nə vaxtımız var, nə şəraitimiz var. Təbii ki, bu, məsəl üçün, forması necə olacaq? Fərz edək ki, birinci sual. Ümdətül Fiqh kitabının müəllifi kimdir? A variantı İbn Qudam əl-Məqdisi, B variantı İbn Teymiyyə rahimehullah, C variantı Abdülğani əl-Məqdisi. Bu cür şəkildə nə veriləcək? Suallar veriləcək. Bu 3. 4-cü. Dedik ki, hər babın sonunda babla əlaqəli, bölmə ilə əlaqəli test şəklində suallar veriləcək və o suallardakı məsələlər müəllifin fikirləri üzərində qurulacaq. Misal üçün, ola bilsin ki, dərs əsnasında, məsəl üçün, oxuduq ki, müəllif deyir ki, sular 3 qismə bölünür. Suyun növü 3 qismdir. Birinci, təmizləyici, yəni su həm təmizdir, həm də təmizləyicidir. İkinci növ, təmiz sudur, təmizləyici deyil, amma öz-özündə təmizdir. Üçüncü növdə nədir? Nəcasətli su. Məsələn, müəllif deyir ki, su 3 qismdir, saydıq bunu. Ola bilsin, şərh əsnasında biz deyək ki, yox, bu məsələdə daha doğru görüş budur ki, suyun növü, qismi 2-dir. Təmiz, təmizləyici və bir nəcasətli su. Tamam. Lakin test şəklində verəcəyimiz suallar, oradakı suallar bizim dediyimiz, müəllifə müxalif olaraq dediyimiz rəylər üzərində nədir? Qurulmayacaq. Testdəki suallar da hamısı müəllifin fikri üzərində olacaq. Bu deməli birinci dərsimiz idi, kitaba giriş idi. Növbəti dərsdən müəllifin müqəddiməsinə başlayacağıq və sonra da birinci babdan olaraq dərsimizə davam edəcəyik. Və ilk öncə Allah Subhanahu wa Ta'ala çoxlu həmdlər, sənalar, şükürlər olsun ki, o bizə müvəffəq elədi. Bu dərsə başladıq. Müvəffəqiyyət həqiqətən də ondandır. Bu bizdən olan bir güc, qüvvətlə heç bir əlaqəsi yoxdur və uca Allahdan istəyirəm ki, Allah Subhanahu wa Ta'ala bizə yardım etsin, kömək etsin ki, bu kitabı bitirək, bütün bablarını, hamısını oxuyaq. Həqiqətən də o buna qadirdir, o bizim hamimizdir və o necə də gözəl vəkildir. Doğrusunu Allah bilir. Elhamdülillahi Rabbil alemin.